Onda bax orada deməli bu 2 yaş olanda əslində orada yaşadığı hadisə hiss olaraq beynin formatında qalır və daha sonra yaşadığı bellə bağlı hadisələrin hamısı Hadisələr. Bəli. o hissi ona xatırladır. Yox, üstə bax belə deyim. Siz bənzər sənədləri eyni qovluğun içərisinə qoyursunuz, doğrumu? Eyni, eyni. Hə. Bu bənzərdir, bununla əlaqəli üstə bizim beynimizdə belə işləyir. Məsələn, bir qorxu var. 100 dənə fərqli-fərqli məkanda, fərqli-fərqli hallarda biz qorxu duyğusunu yaşayırıq. Deyək ki, bir şeylə bağlı, özümüzlə bağlı bir qorxu. Beyin götürür onu eyni papkaya qoyur, o qorxunu. Harda özünü yetərsiz hiss etmisənsə, məsələn 100 dənə yerdə deyək ki, özünü yetərsiz hiss etmisən, beyin götürür o yetərsizlik hissi üçün sanki bir yer ayırıb, bir şkafa ayırıb, bütün hər şeyi ora Yeri qoyur. var da onun da. Anlatabildim? Və ən köklü olan daha qüvvətlidir, kök travma. Ona görə bu gün əgər %100 dönüşüm üçün hipnoz çox möhtəşəmdir. Mən hipnozdan öncə də texnikalardan istifadə etmişəm, amma hipnoza gəldiyimdə artıq dayandım. Dedim bu mənə kifayət eləyir. Mən burada %100 dönüşüm əldə edə bilirəm. Bir var, bir pasiyent özünün dəyərsiz olduğuna inanır. Mən bu inancı kökündən həll edim. Artıq o dəyəri öz içində hiss etsin. Bir də var ki, seansa gəlsin, mən onunla danışım, özünü dəyərli bilsin. Həmən getsin, misal üçün, game keçimini dəyişdirsin, idmana getsin. İndi gəldik bir əsas önəmli bir yerə. Sual verə bilərsiniz ki, bəs yaxşı, özünü dəyərli hiss edən insan misal zənginliyi hədəfləmirmi, idmana getmirmi, daha yaxşı geyinmirmi? Bunları etmirlər. Yəni bəzən elə anlayırlar ki, mən deyirəm kökdən həqiqi inancları dönüşdürmək lazımdır. İdmana getmək insanı dəyərli hiss etdirməz deyəndə elə bilirlər ki, o şeyləri etməməyə çağırıram onları. Yox. Özünü dəyərli hiss edən insan müvəffəq olmağı hədəfləyir, zəngin olmağı hədəfləyir, daha yaxşı geyinmək, daha yaxşı ətirdən istifadə etmək. İdmana da gedir. Amma burada bir amma var. Bir insan dəyərsiz hiss edirsə, dəyərli hiss etmək üçün bunları edirsə, dəyərli hiss etmir özünü. O anlıq olaraq özünü huzurlu hiss edir. Məsələn, idmana başlayır. İlk başlarda özünü çox belə dəyərli hiss edir. Mən özümə zaman ayırıram, mən idman edirəm. 3 gün, 5 gün o ki, onun üçün adiləşdi. İçindəki o neqativ duyğular yenidən çölə sızmağa başlayır. Və yenə də içində huzursuzluq yaranmağa başlayır. Biz qəlbimizdə huzuru yaratmaq istəyiriksə, özümüzlə üzləşməliyik. Keçmişimizlə üzləşməliyik. Çünki biz keçmişimizin əsarəti altındayıq. Amma bu əsarəti cəsarətə çevirmək olar.